Efiopiyada asan xidmət modeli əsasında yaradılmış MESOP Dövlət Xidməti Mərkəzinin rəsmi təqdimatı baş tutub və Əddis Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan MESOP mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar ümumilikdə 120-dən çox xidmət təqdim edir. Efiopiya tərəfi dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib və il sonuna qədər bu kimi mərkəzlərin sayının artırılmasının planlaşdırıldığını qeyd edib. Xatırladaq ki, asan xidmət təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Bugün Azərbaycanın asan brendi 30 ölkə tərəfindən tədqiq edilir, öyrənilir. Efiopiya isə 5-ci ölkədir ki, artıq tamamilə asan xidmət mərkəzini öz ölkəsində tətbiq etməyə başladı. Bu Efiopiyada ilk mərkəzdir, lakin Efiopiyanın 130 milyona yaxın əhalisi var və Efiopiya hökumətinin qərarına əsasən gələcək illərdə 100-ə yaxın asan modeli əsasında mərkəzlər qurulacaqdır.